Mən Yazdagül, Zəngilan rayonundanam. Hal-hazırda Bakı şəhərində yaşayıram. İsa Məsih iman etməmişdən əvvəl mənim həyatımda çox problemlər olubdu. Bundan da əlavə oğlumun xəstələnməyi daha da problemlər yaratmağa başladı. O uşaqlıqdan çox ağır xəstələndi və bu xəstəlik 5 il çəkdi. Müalicələr alırdı, heç bir xeyri olmurdu. Axırıncı səfər o xəstələnəndə məktəbdə baş vermişdi. Bu xəbər mənə çatanda mən çox təlaşlandım. Təcili yardım çağırmışdılar. Təcili yardımda ona 2 də iynə vurmuşdular, o uşaq ayılmamışdı. Bu vaxt müəllim mənə yaxınlaşdı və dedi: qorxma, mən Allaha dua eləmişəm, o uşağa heç nə olmayacaq. Xəstəxanadan çıxandan sonra mənim yanıma gələrsiniz. Bu söz mənə çox toxundu, ürəyimə toxundu ki, necə ola bilər, Allah onunla necə danışa bilər. Biz xəstəxanada 1 ay qaldıq, 1 ay qalanda onun 8 günü oğlum komada yatdı. Həkimlər də tapa bilmirdilər ki, onun xəstəliyi nədir. Onun belindən də, ilikdən də analizlər götürdülər. 8-ci günü o ayıldı. Biz xəstəxanadan çıxandan sonra müəllimə ilə görüşdük. O, İsa Məsih barəsində danışmağa başladı. O danışanda mən daxildə fikirləşirdim. Bu kimlə danışır? Axı İsa Məsih rusların Allahıdır. O mənə baxdı. Dedi, mən bunu kiməsə danışsaydım, çox sevinərdim. Mənsə onu heç nə demədim. Sonra mən tövbədəndən sonra yuxuda bir röya gördüm. Və orada ağ bir otaq idi və orada 2 şəfqət bacısı var idi. Orada bir rakvina var idi. Rakvinaya su gəlirdi, amma oradan su axmırdı. O 2 şəfqət bacısı onu açmağa başladılar. Onu açanda yerə bir ilan düşdü və ilan məni dabanımdan sancdı. O vaxt şəfqət bacıları məni başqa bir otağa yönəltdilər və dedilər, get, sənin həkimin oradadır. Minnətdaram Rəbbə ki, Rəbb həyatımda dəyişiklik elədi. Və İsa Məsihə mən iman etdim. Ondan sonra da problemlər olur. Ancaq bu problemləri mən İsa Məsih ilə birlikdə keçirəm. Kəlamla mən bir yer oxumaq istəyirəm. Filiplər 4:13-də yazılıb. Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır. Minnətdaram Rəbbə buna görə. Çünki Rəbb mənə söz vermişdi. Çətin vaxtlarımda Rəbb mənə dedi: səni heç vaxt tərk etməyəcəm, səni heç vaxt buraxmayacam. Əbədiyyətin sonuna qədər səninləyəm. Bu barədə maraqlanmaq istəyirsinizsə bizə müraciət edin.